tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən cümləmizə inayət etsin. Allah Taala bütün müsəlmanların ibadətlərini, dualarını qəbul etsin. İnşallah. Allahu Taala'nın ruzi verən sifətlərindən danışırdıq. Əsmaül Hüsnada gözəl adları içərisində Ər-Rəzzaq yaxud Raziq ruzi verən də Allah Taala. Bu barədə bizim bəhsimiz idi, mövzumuz idi və keçən cümə günündə Allah Taala'nın verdiyi ruzilərdən biri olan su barəsində danışdıq. Və bugün də inşallah başqa bir nemət barəsində danışacağıq ki, Allah Taala'nın bizə verdiyi nemətdir, bizə verdiyi ruzidir. Həmin ruzi ki, Allah Taala'nın o ruzisi həmin şəxslərin vasitəsilə bizə gəlib çatır. Bu bizim valideynlərimizdir. Bizim valideynlərimiz ki, Allah Taala bizim ruzimizi onların vasitəsilə bizə çatdırır. Aleykümselam. Necə ki, Quran-ı Kərimdə Allah Taala bu cür buyurur. Buyurur ki, qul, de, Rəbbirhəmhuma, ey Rəbbim, onların ikisinə də rəhm etginən, yəni valideynlərimin ikisinə də, atama da, anama da rəhm etginən. Kəma Rəbbəyani səğira, necə ki, onlar uşaq vaxtı mənə tərbiyə verdilər. Necə ki, onlar uşaq vaxtı mənə pərvəriş verdilər, məni böyütdülər, məni ruziləndirdilər, qidalandırdılar. Onların ikisinə də rəhm etginən. Valideyn Allah Taala'nın bizlərə olan nemətidir. Valideyn o kəsdir ki, Allah Taala buyurur ki, Quran-ı Kərimdə Ənişkurli, mənə təşəkkür etginən, vəli vəlideyk, və valideynivə təşəkkür etginən. Baxsaq, diqqət etsək, Quran-ı Kərimdə Allah Taala hər bir şeyi özünə istəyir. Yəni, bu tövhid, yəni ixlas. Nə əməl ediriksə, Allah Taala buyurur ki, orada riya olmasın, orada bir başqası olmasın, yalnız mənə olsun. İyyəkə nə'budu və iyyəkə nəstəin. Yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. Maraqlı ayələrdəndir ki, Allah Taala şükür barəsinə gəlib çatan zaman deyir, mənə şükr eləginən, valideynivə təşəkkür etginən. Valideyn barəsində bu cür buyurur. İnsan valideynin nemət olduğunu və qədrini, onu nə vaxt hiss edir? Bəzən deyirlər ki, adam valideyni dünyadan köçəndə, Allah Taala dünyadan köçən bütün valideynlərə rəhmət etsin, dünyada olanlara can sağlığı versin. Deyir, dünyadan köçəndə adam onların yoxluğunu hiss etdiyi zaman nə qədər böyük itki verdiyini hiss edir. Amma Allah Taala Quran-ı Kərimdə ayədə buyurur, bu həmin ayədir ki, Allah Taala buyurur ki, Əhqaf surəsinin 15-ci ayəsində buyurur ki, hətta izə bələğə əşuddə, insan o yaşa gəlib çatır ki, artıq sümükləri möhkəmlənir. Və bələğə ərbəyinə sənə, 40 yaşına çatır. 40 yaşına Allah Taala xüsusi olaraq Quran-ı Kərimdə qeyd edir. Məsələn, biz bilirik ki, insanın bir cismani həddi-buluğ dövrü var ki, bunu 14-15 yaşında oğlan uşaqları üçün deyirlər. Bəs o ruhun həddi-buluğ dövrünə deyirlər ki, 40 yaşdır. 40 yaş barəsində deyirlər ki, kamillik dövrüdür. İnsan 40 yaşa çatdığı zaman artıq dərk etmə qabiliyyəti, anlama qabiliyyəti, düşüncəsi daha genişlənir. Və elə o səbəbdən Allah Taala buyurur ki, və bələğə ərbəyinə sənə, 40 yaşına çatdığı zaman. Belə bir söz deyir, belə bir dua deyir. Deyir, qalə Rəbbi, əvzini ən əşkurə nimətəkəlləti ənəmtə əleyyə. İlahi, verdiyin nemətlərə görə sənə şükr etməyi mənə nəsib etginə.
şükr etməyi mənə nəsib etginən. Nə ki, nemət vermisən, mənə əta etmisən, verdiyin nemətlərə görə şükr etməyi mənə nəsib etginən. Rəbbi əvzini ən əşkurə nimətəkəlləti ən'əmtə aleyyə və alə vəlideyyə. Valideynlərimə görə təşəkkür edirəm. Valideynlərimə görə təşəkkür edirəm. Onlara verdiyin nemətə görə təşəkkür edirəm. Valideynə görə təşəkkür etməyi insan dərk edir, anlayır. Əgər sual verilsə ki, bizi bu dünyada Allahdan başqa ən çox kim istəyir? Sualın cavabı bir mənalıdır. Yalnız bir cavab vermək olar ki, valideyndən başqa səni bu dünyada çox istəyən, ola bilər səni çox istəyirlər. Amma ən çox istəyən səni valideyndir. Valideynin sevgisi başqa sevgilərlə müqayisə olunmaz. Nə üçün? Çünki başqa sevgilər qarşılıqlı sevgi istəyir səndən. Valideyn öz sevgisinin müqabilində sevgi gözləmir. Valideyn, ana, ata o şəxslərdir ki, onlar övladlarını istəyirlər, övladları onları istəməsə də belə istəyirlər. Onların istədiyi qədər istəməsələr də belə istəyirlər. Görün, ən ülvi sevgi, ən ali sevgi ana sevgisidir. Ən uca sevgi, sevgilər içərisində ananın övladına sevməsidir. Ən uca sevgidir bu. Siz təsəvvür eləyin ki, o qədər ali sevgidir ki, Allah Teala öz sevgisini insanlara bildirmək üçün ananın sevgisi ilə misal çəkir. Öz sevgisini bildirmək üçün ananın sevgisi ilə misal çəkir. Məsələn, Quran-ı Kərimdən bir misal deyim sizə. Bilirik ki, Hz. Musa əleyhissalamın dövrü çətin dövrlərdən biri olub. Həmin dövrlərdə idi ki, Firon bütün oğlan uşaqlarını, yeni dünyaya gələn oğlan uşaqlarını qətlə yetirirdi. Və Musa Peyğəmbərin anası övladına görə narahatdır. İstəmir övladı tələf olsun. İstəmir övladını qətlə yetirsinlər. Qoyur bir beşiyin içərisində Nil çayına buraxır uşağı. Ardıca da bacısı gedir. Musa Peyğəmbərin bacısı həmin beşiyin ardıca gedir. Allah Teala Quran-ı Kərimdə buyurur. Buyurur ki, İz təmşə uxtukə. O zaman ki, sənin bacın getdi. O beşiyin ardıca getdi. Ona görə Allahın işini bilmək olmur. Firon bütün oğlan uşaqlarını öldürür, Hz. Musanı tapmaq üçün Allah Teala Musa Peyğəmbəri elə Fironun evində böyüdür. Musanı elə Fironun evində böyüdür. Musa əleyhissalamın bacısı gəlib çatır Fironun sarayına. Mən xülasələşdirirəm siz üçün həmin hadisəni danışıram. İndi bu uşağı Musanı himayə etmək lazımdır, qidalandırmaq lazımdır. Hansı qadın gəlir, Allah Teala buyurur ki, bu Allahın əmri ilə idi. Musa Peyğəmbər ondan imtina edir. Uşaqdır, qəbul eləmir. Musa əleyhissalamın bacısı deyir, Fətəqul həl ədullukum alə mən yəkfuluhu. Sizə göstərim, işarə edim ki, bu uşağı kim himayə edər, kim qidalandıra bilər? Sizə göstərim. Fərəcənəkə ilə ummik. Allah Teala buyurur ki, səni anana qaytardıq. Fərəcənəkə ilə ummik. Səni anana qaytardıq. Key təqərrə eynuha. Allah Teala buyurur ki, ana necə sevinirdi övladını ona verəndə. Ana necə sevinirdi. Key təqərrə eynuha. Necə gözləri onun nuranə oldu, işıqlandı.
Və la təhsən, Allah Taala buyurdu ki, buyurduq ona ki, kədərlənmə yenə. Görün, bir dənə hadisədir. Bunu Allah Taala deməyə də bilərdi, buyurmaya da bilərdi, bizim bundan xəbərimiz olmaya da bilərdi. Amma Allah Taala işarə edir ki, ananın sevgisini, ananın məhəbbətini Quran-ı Kərimdə ayə şəklində göstərir. Və o cümlədən Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm buyurur ki, atanın məqamı nə qədərdir? Buyurur, duaul vəlid li vələdihi. Atanın övladı üçün duası. Duaul validi li vələdihi. Atanın övladı üçün duası kəduain nəbi li ümmətihi. Peyğəmbərin ümməti üçün duası kimidir. Peyğəmbərin ümməti üçün duası kimidir. Peyğəmbərin ümməti üçün duası, bu hədis barəsində geniş danışmaq olar. Peyğəmbər ümmət üçün nə qədər dua edirdi? Məsələn, Həzrəti Peyğəmbər Taifə getdi, Taif cəmaatı Peyğəmbərə əziyyət elədi. Amma Peyğəmbər onlar üçün nə dedi? Dedi, bilmirlər, bilsəydilər, belə etməzdilər. Atanın da bir məqamı var övlad üçün. Atanın da övlad üçün bir üstünlüyü var. Allah Taala buyurur ki, Peyğəmbərin məqamı nə cürdür? Peyğəmbərin məqamı bu cürdür ki, vəlau ennəhum izzələmu ənfusəhum. Əgər onlar günah etsələr, özlərinə zülm etsələr, cəukə, Peyğəmbər sənin yanına gəlsələr, fəstəğfərullah, Allahdan bağışlanmaq istəsən, vəstəğfərə ləhumur rəsul, Peyğəmbər Allahdan onlar üçün bağışlanmaq diləsə, ləvəcədullahə təvvəbən rəhimə, Allahı tövbələri qəbul edən və çox mehriban görərsiniz. Bəs bu həmin ayədə Allah Taala Peyğəmbərlə ümmətin arasındakı münasibəti göstərir. Yəni, atanın da övladı üçün etdiyi dua, bax, Peyğəmbərin ümməti üçün etdiyi dua misalındadır. Və diqqət etsək, Quran-ı Kərimdə görərik ki, İbrahim əleyhissalam valideynləri üçün dua edir. Duasında bu cür buyurur. Rabbənə, ey Rəbbimiz, iğfirli, bağışlayınan məni, vəli valideyyə, valideynlərimi bağışlayınan, vəlil mümininə, möminləri bağışlayınan, yevmə yəqumul hisab, qiyamət günündə bağışlayınan onları. Və bir qısa metrajlı film çəkilmişdi. Çox gözəl, məzmunlu film idi. Hələ xarici ölkələrin birində çəkilib. Yaşlı vaxtıdır, ata oğulla oturub parkda. Ata oğlundan neysə soruşur, oğlu ona acı cavab verir. Bir, mən sənə neçə dəfə deyəcəm, artıq neçənci dəfədir sən məndən soruşursan. Bu zaman atanın gündəliyi yerə düşür. Atanın gündəliyi yerə düşür. Oğul baxır, gündəlikdə yazıb ki, ata öz gündəliyində yazıb ki, oğlu uşaq vaxtı bir quş barəsində soruşur ki, bu quş nə quşudur? Atası ona cavab verir. Atası yazıb gündəliyində ki, bunu məndən 10 dəfə soruşdu. Ya hər neçə dəfə soruşdu, mən onun soruşmağına əsəbləşmədim. Mən onun soruşmağına qəzəblənmədim. Bəs Allah Taala göstərir ki, valideyn övladına nə qədər mərhəmət göstərirsə, nə qədər sevgi göstərirsə, övlad da həmin sevgini bir zaman valideyninə qaytarmalıdır. Hansı ki, bu oxuduğumuz ayənin əvvəlində Allah Taala buyurur ki, valideynlərinizdən hər ikisi, yaxud ikisindən biri qocalarsa, yaşlanarsa, onları rəhmət qanadlarınızın altına alın. Və sahibhumə fil məruf. Allah Taala başqa bir ayədə buyurur ki, yaxşı işlərdə valideynlərinizə
sahib çıxın, xeyir əməllərinizdə valideynlərinizə sahib çıxın və Allah Taala'dan duamız budur ki, inşallah Allah Taala valideynlərimizin günahlarını bağışlasın. Allah Taala valideynlərimizi cənnət əhlindən qərar versin. Allah Taala'dan duamız budur ki, dünyadan köçən valideynlərə rəhmət, dünyada olanlara can sağlığı versin. Və mən elə bilirəm ki, əgər valideyn rəhmətə gedibsə, dünyasının dəyişibsə, hələ onun məzarını ziyarət etmək, valideyni ziyarət etmək kimidir. Peyğəmbər sallavatullahın kəlamında var, bir nəfər gəldi Peyğəmbərin yanına, bəlkə mən bu sözü əvvəllərdə danışmışam sizin üçün. Gəldi ki, ey Peyğəmbər, mənim üçün dua etkinən Həzrət Peyğəmbər buyurdu ki, valideynlərindən kim var? Dedi ki, valideynlərim rəhmətə gedib. Dedi, get ananın məzarının kənarına, bu həmin duanı ananın məzarının kənarında etkinə. O dua daha tez qəbul olar, mən Peyğəmbərin duasından. Bəs valideynin məqamı həqiqətən çox əzəmətli bir məqamdır ki, Allah Taala buyurur ki, cənnət, Peyğəmbər sallallahu buyurur ki, cənnət anaların ayaqları altındadır və Allah Taala həqiqətən bütün anaları, bütün ataları cənnət əhlindən qərar versin. Allaha and veririk, öz izzət və cəlalına bizim dualarımızı qəbul etsin. İnşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd. Allahu